Nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi 20 yanvar dairəsinin Yasamal rayonuna düşən hissəsində bir yenilik tətbiq olunub. Deməli, Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə sarı tor çəkilib. Yeniliyin tətbiqi ilə ərazidə indi nələr dəyişəcək? Eşidək. Paytaxtın ən sıx nəqliyyat qovşaqlarından biri olan 20 yanvar dairəsindəyik. Dairənin Yasamal rayonuna düşən hissəsində bir yenilik tətbiq olunub. Yenilik nədən ibarətdir? Deməli, Moskva prospektinin Müzəffər Həsənov və Zərdabi küçələri ilə kəsişdiyi yerdə sarı tor çəkilib. Səbəb isə bu ərazidə tez-tez tıxac yaranır və xüsusilə də pik saatlarda avtobusların öz zolaqlarını keçərək kəsişmənin qarşı tərəfinə çıxması zamanı hərəkət axını ləngiyir. Bu isə həm ictimai nəqliyyatın, həm də ümumi yol hərəkətinin effektivliyinə mənfi təsir göstərir. Yeni nişanlama məhz sarı torun tətbiqi bu problemi aradan qaldırmağa yönəlib. Yeniliyin tətbiqi ilə isə avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib. Yeni qaydaya əsasən qarşıda tıxac olarsa, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların, eləcə də sağdan gələn digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdır. Onu da nəzərinizə çatdırım ki, avtomobilin sarı torun üzərində saxlanmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq edilir.